26-cı fəsil. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar. Maddə 172. Əmək haqqının verilməsi müddətləri. Əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əmək haqqı 2 hissəyə bölünərək avans və qalan hissə məbləğində 16 gündən çox olmayan vaxt vasitəsilə ayda 2 dəfə verilə bilər. Kollektiv müqavilədə yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq izin günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının az 1% məbləğində ödəniş verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu məcəllənin əmək mübahisələr bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin 2-ci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işə götürənin təqsiri üzündən ləng edildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd. Bu maddədə işə götürənin təqsiri üzündən gecikdirildikdə dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat çötü əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işə götürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işə götürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işə götürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri. İşə götürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini, kitabçalarını, vərəqələrini, çeklərini tərtib edir. İşçilərin haqq-hesab sənədlərində, kitabçalarında, vərəqələrində, çeklərində aşağıdakı məlumatlar göstərilir. Hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənişlər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər, tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği, haqq hesab sənədləri, kitabçaları, vərəqələri, çekləri, onları tərtib edən mühasib tərəfindən imzalanır və əmək haqqı verilərkən işçinin tələbi ilə ona təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilir. Əmək müqaviləsi elektron sənəd formasına bağlanıldıqda, bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi. Əmək haqqı nağdsız verildikdə işçinin bank hesabına ödəniş alətləri vasitəsilə köçürülür. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası qanununun 3.4.4-cü maddəsinə əsasən əmək haqqı nağd ödənildiyi halda iş yerində verilir və ya işçinin istəyi ilə göndərilmə və ya köçürülmə xərci işçidən tutulmaqla müvafiq ünvana göndərilir və ya bank hesabına köçürülür. İşçinin razılığı ilə əmək haqqının 20%-ə qədəri mütənasib dəyərli natura formasında müəssisədə və ya fiziki şəxs olan işə götürənin yaratdığı iş yerində istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən, mülki dövriyyəsi məhdudlaşdırılmış digər əşyalar istisna olmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi manatla ödənilir.
Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutulur. İşə götürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur. A. Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr. B. Qanunvericiliklə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ. C. İşə götürənə işçinin tam maddi məsuliyyət daşıdığı hallar istisna olmaqla, təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği. Ç. Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu. D. Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği. E. Mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər. Ə. Təsərrüfat ehtiyaclarından ötürü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği. F. Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ. G. Həmkarlar İttifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisədə və ya fiziki şəxs olan işə götürənin yaratdığı iş yerində fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının xüsusi hesabına köçürülən Həmkarlar İttifaqına üzvlük haqları. İşə götürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibət əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. İşdən çıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənişlərdən məbləğlərin tutulmasına yol verilmir. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işə götürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. İşçinin ərizəsinə göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı sudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işə götürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20%-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. Əmək haqqında bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50%-i saxlanmalıdır. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqında məbləğlərin tutulmasına şamil edilmir. Belə hallarda tutulmaların məbləği işçiyə verilməli olan əmək haqqının 70%-dən çox ola bilməz. 27-ci fəsil. Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar. Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası. Orta əmək haqqı işçiyə vəzifəsi, peşəsi üzrə işə götürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənişlərin bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayını bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta əmək haqqı aşağıdakı qaydada hesablanır. İşçinin faktik işləmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir. Alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur.
Bu maddənin ikinci və üçüncü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əmək haqqı qismən ödənişsiz sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boş dayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əmək haqqı tətbiq edilir. Orta əmək haqqı müəyyən edilərkən bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənişlər hesaba alınır. Orta əmək haqqının hesablanması qaydası bu məcəllənin 60, 77, 122, 123-cü maddələrində, 125-ci maddəsinin 4-cü hissəsində, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları. İşə götürən maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsinə təqsirkar olan işəgötürən, qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Müəssisənin ləğv edildiyi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildiyi hallarda, birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələr, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə kompensasiya, bu məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildiyi günə işçiyə verilməli olan digər ödənişlər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə həmin ödənişlər müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının qanunu, banklar və sığorta təşkilatlarına münasibətdə banklar haqqında və sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş növbəliliyə uyğun olaraq ödənilir. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödənişləri ödəməyə işəgötürənin maddi maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənişlər müəssisənin əmlakı satılmaqla fiziki şəxs olan işəgötürənə münasibətdə onun sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı mülkiyyətində olan əsas vəsaitlər hesabına və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir. Maddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır. A. Şahid, zərər çəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda. B. İctimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə. C. Kollektiv mübahisələrin həlli üçün yaradılan əmək arbitrajının tərkibinə daxil edildikdə. Ç. Seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə, dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda. D. Müvafiq dövlət orqanlarının, ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda. E. Kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə. Ə. Fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə. F. Mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə. G. Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun cəlb etdiyi digər tədbirlərdə hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsindən yönəldilmiş tədbirlər və s. iştirak etdikdə
habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda, Q. Hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda, H. İşəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə, X. Yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə, I. Müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelerini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə əlaqədar iş yerindən kənara göndərildikdə, I. Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, J. Donor olan işçilər tibbi müayinədən keçdikləri qan və ya qan komponentlərini verdikləri gün, K. Tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində, Q. İşçilərin öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə, L. Bilavasitə qanunda nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda, M. Dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət təftiş xidmətinə cəlb edildikdə, N. Məhkəmə Hüquq Şurasına və ya hakimlərin seçki komitəsinə üzv təyin edildikdə, O. Dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə. Maddə 180. İşçinin müəssisənin mənfəətindən pay almaq hüququ. Kollektiv müqavilədə və ya əmək müqaviləsində nəzərdə tutulduğu halda, işçilər səhmdar cəmiyyətlərin və ya məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulan qaydada və məbləğdə illik maliyyə hesabatlarının nəticələrinə görə müəyyən edilən mənfəətdən pay almaq hüququna malikdirlər. Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsi, ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla, onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir.